İradə Ağalarova, Niagara şəlaləsi, hekayə. Yenə sabahın gözü açılar-açılmaz, üst qatdakı qonşunun ayaq səsləri beynimdə gürültü qopartdı. Qonşu yürüşə çıxmış əskər misalı var gücü ilə dabanlarını yerə döyə-döyə o başa bu başa gedir, bir nəfəsə nəsə deyirdi. Arada zəif də olsa kişinin də səsi eşidilirdi. Lap qoyunun dibindən. Nə dediyini anlamırdım, amma düşünürdüm ki, o da mənim kimi "Əşi qoy yataqda" deyə narazılıq edirdi. Bu evə köçdüm köçəli, bir gecə belə rahat yatıb dincələ bilməmişdim. Gah yan qonşu gecə hamı yerinə girər-girməz arvadı ilə dalaşmağa başlayırdı. Dərdi nə idi bilmirəm. Gah da xeyli keçmiş həyətdə gizlin-gizlin görüşənlərin, sevişənlərin, kişiyana məsələ həll edənlərin, əlbəyaxı olan sərxoşların səsi yuxumu ərşə çəkir, mənə əsəbləşdirirdi. Daima baş verən bu hallar, səsküy məndə tədricən yuxu pozğunluğu yaratmışdı. Odur ki, yaxşı yata bilmirdim. Dəfələrlə oyanıb, yan divarı yumruqlayır, eyvana çıxıb həyətdəkilərə qışqırır, yenidən yuxulamağa çalışırdım. Bəzən də işə gecikdiyim üçün əlüstü geyinib evdən qaçaraq çıxırdım və sonra yolu gedə-gedə üst başımı səhmanlayır, nəyisə unutmadığımı, yəni nəyisə tərs və ya heç geymədiyimi yoxlaya özümü metroya çatdırırdım. Yaxşı ki, metroya yaxın yaşayıram. Bugün isə işə gedə bilmədim. İşdən qovulmasam yaxşıdır. Səhər tezdən nəsə möhkəm bir gürültü qopdu. Diksinib oyandım. Dikəlib oturdum, qulaq verdim. Səs təkrarlanmadı. Arxayınlaşıb başımı atdım balışa. Nə vaxt yuxuya getdim bilmədim. Bir də onda oyandım ki, çöl qapını döyürlər. Yox, döymürlər. Rəsmən sındırırlar. Elə bil 10 adam birdən qoşa əllərlə taxta qapıma hücum etmişdilər. Hövnək qalxıb tərliklərimi geymədən, elə ayıb da olsa deyirəm, alt paltardaca gözlərimi ovuşdura-ovuşdura özümü qapıya atdım, açdım. Qapıda adam çox idi. Qışqırtıdan nə dediklərini anlamırdım. Nə olub? Gərnəşərək soruşdum. Əllərimiz qırıldı ki, aç da, dedi biri. Bir bax da, bizi suya basmısan, özün də şirin-şirin yatmısan, dedi digəri. Ürəyimdə, lap elə yatanın, düşündümsə də demədim. Nə deyirsiz? Elə bir qafiyə tutur zalım balası. Bir danışın da, qışqırdım. Deyəsən səsimi çox qaldırmışdım. Acıqları gəlmişdi. Sən əvvəl get bir əynini geyin, akşi, sonra kəkələn üstümüzə. Biri istehza etdi. Qoyduz geymədim, elə bil düşmən qapısına gəlmisiniz. Bir başa salın, nə olub, niyə gəlmisiniz? Daha da coşdum. Artıq tam ayılmışdım. Alt qonşunu tanıdım. Məni ərklə yana itələyib, keç görüm, dedi və içəri keçdi. Tualetin qapısını açan kimi dəhlizi su bastı. Tez geri çəkilib, patunla, elə bil Niagara şəlaləsidir, dedi. Qapıdakılardan biri, burdandır, deyə maraqlandı. Yox, əşi, elə bunun özünü də suya basıblar, xəbəri yox. Getdik 5-ci mərtəbədəkiləri oyatmağa, deyib çıxdı və bütün dəstənin önünə düşüb yuxarı qalxdı. Yuxarıda yenə təbilçilərin, nağaraçıların konserti başladı. Mən isə döşəmədə topuğa qədər yığılmış suyu dəsmalla toplamağa başladım.